Salam dostlar, bugünləri biz sizinlə başlayırıq, bilirsizmi? Bazar manipulyasiyadır, Future manipulyasiyadır, Forex manipulyasiyadır ya. Bu Forex də manipulyasiyadır. İndi biz davam edirik. İndi qulaq asın diqqətlə nə deyirəm sizə. Deməli, burada çox zaman düşüş verdiği zaman bəziləri lig oldu, bəziləri stopsuz işlədi və s. balansın çox hissəsini itirdi. Amma bunlar hamısı ölçülüb atılan xəttlərdir. Elə bilməyin ki, bunlar hamısı nətər oldu atılıb. Yox, burada analizin 90%-i gizlətmişəm ki, siz bilməyən. Bu metoda ancaq mənim yəni analiz etmə üsulumdur. Bunu kim istəsə 5 nəfər gəlib götürüb öyrənə bilər. Bunlar pulludur. Söz onları ki, yəni mən bizə bir məqam çatdırım. Bəziləri kimi tələbədir deyənə, nə bilim, kursu verdim, sağ ol. Sən sağ ol, mən sağ ol, belə bir söhbət yoxdur. Qrupda yaratmışam, oraya yenicə bəzən bazarda dəyişiklik olanda, nəsə olanda tutalım ki, qızılı götürək. Mən orada paylaşıram, bölüşürəm, əvvəlcədən xəbərdarlıq eləyim ki, bazarın istiqaməti filan yerlərdir. Hansı nöqtələr aktiv vəziyyətindədir, hansı nöqtələr pasiv vəziyyətindədir də artıq lazımdır və s. Yəni, baxda da əlavə köməklik kimi, yəni çoxsuna ehtiyac yoxdur mən köməklik eləyim. Çünki artıq onlar üçün tam qavrayıblar. Hər ehtimal qarşı yenə də onlarla münasibət saxlayıram. Yəni salam, sağ ol, söhbəti bitdi, söhbəti yoxdur. Yəni çünki mən insanlara tələbə gözündən yox, adi bir insan gözündən baxıram. Ona görə. İndi isə diqqətlə fikir verək. Siz elə bilirsiniz ki, bunlar hamısı belədir. Bəlkə kimlərsə nəsə elə bilər. Yox, bunlar hamısı baxılmış, düzülmüş. Və mənim metodumdan işləyən insanlar artıq bu hissədə əməliyyata girmişdilər və bu hissədə də əməliyyata girdikdə müəyyən stopla işləyirlər. Stop olduqdan sonra növbəti hissəni təqribi gözləyə bilərlər. Burada bir dənə hissə var idi. Oranı demək, növbəti hissəni burada gözləyəcəklər. İndi fərq odur ki, yəni görürsünüzmü, bazarın gedişatına uyğundur. Bu xəttlər qalıb, ölçülər atılıb qalıb. Mən günün əvvəlində də həmən insanlara xəbərdarlıq elədim ki, bu xəttlər aktivdir günün əvvəlində. Yəni hələ günün əvvəlində xəbər. Ondan əlavə 4630-dur, 4599-dur, o biri tərəflərdə o şimdi ilk maksimumlarına çatanda və s. eləyəndə bunu da mən hamısını çəkib onlara köməklik kimi göstərmişdim köməklik. Köməklikdən əlavə onlar özləri də öz xəttlərim qoyub, işarələrim qoyub, nöqtələrim qoyub, harda nöqtə atışları eləyəcək və s. işarələrini qoymuşdular özləri də. Öz planları vardı. Yəni analizinə. Sadəcə mən ola bilər ki, aralarında kimsə bir balaca zəif qavraya yenə də köməklik məqsədinə, yəni bu bir. İkinci, qaldı ki, sizə bir məqam deyim, yaxın oturun dostlar. Mən o vaxtda sizə demişəm ki, tam ki, riski qalxış verdi, 2 yerdən sən oradan dönüşün gözləməlisən. Eləncə də düşüş zamanı sən 2 yerdən dostum dönüşün gözləməlisən. Bir buraydı, bir də buraydı. Görürsünüzmü? Çoxdur ki, bu aralıqda mane olan içini yoxdur. Bir buraydı, bir buraydı. Görürsünüzmü? Bu stopla girsə, burada stopu, burada artıq xeyrin götürdü o. Qat-qat götürdü xeyrin. Burada da arxain olub 0.01-nə giribsə, burada 0.2-nə, 0.02-nə girir, 0.03-nə girir, da 4-nə də girənlər var, belə deyək. 0.04-nə də, belə deyək. Çünki artıq o analiz metodun bilir, analiz eləyir, baxır, görür ki, həqiqətən də bunlar götürdüyüm mənim o, belə deyim də, analiz metodumu pulla almaqlarına baxmayaraq, çox zamanlarda mən onlara dəstək olam. Yəni, nə mənada? İzah eləyirəm, başa sağlam, bəzi vaxtım olanda, məsəl üçün görəm ki, bir balaca qrafik burnun çevirdi, köməklik kimi atıram, tələbələr qrupu yaratmışam, indi təzəlikcən ki, ümumi olsun, qabaq hamıya bir atırdı. İndi oraya gəlmək istəyənlər gəlir, ümumi paylaşacağım bundan sonra. Bu bir. Ondan əlavə, gəlin götürək bu manipulyasiya yoxsa manipulyasiya deyilsə, bu manipulyasiyadır dostlar. Bu manipulyasiyada görürsünüz 2 dənə nöqtə var. Yenə də bu metodu öyrənəndən sonra insanlar gedib future-də də girir və görür ki, həqiqətən future-də də onlar yerləri görürlər, müəyyən bir nöqtələri görürlər, müəyyən bir ölçüləri görürlər.
Başa düşürsün. Bunu insanlar hamısı görür. Və görürlər ki, future-də manipulyasiyadır, forex-də manipulyasiyadır. Sadəcə sən bazarın gedişatına uyğun hərəkət eləməlisən. Bazarın gedişatına uyğun getdinsə, sən çox zaman plusda qalacaqsan. Bazarın gedişatına uyğun bu o demək deyil ki, sən trendlə gedirsən. Siz hamısı tutursunuz ki, trend düşüşdü, trendlə gedirəm. Yox, bu o deyil bazarın gedişatına uyğun. Bax dostlar, bu təpə, baba bu təpə. Gəlin sizinlə təmiz danışaq. Bu təpəni niyə yaradır market maker? Sizi gözdə saxlamaq üçün, sizə göstərmək üçün. Bax görürsünüzmü? Təqribən eyni səviyyədə yaranıb da. Bax təqribən eyni səviyyədə bu ikisi təqribən yaratdı, sonra gəldi burada stopu gördü. Görün necə qəşəng işləyir. Bax təqribən eyni səviyyədə yaradıb. Görürsünüzmü? Bax bu hissədə də götür. Bax təqribən görürsünüzmü? Gətirdi biraz bura gəldi burada götürdü. Burada da elə həmənki kimi görürsünüz. Bax nə qədər yaratdı, sonra gəldi burada götürdü. Fikir, bunlar görünən səviyyələrdir. Bu səviyyələri hamı görür. Sən də görürsən, mən də görürəm. Nə bilim 5 ayın traderi də görür, 1 ilin traderi də, 3 ilin traderi də. Cıp stop soğuktardı. Getdin yatmağa. Bay bay. Amma bu səviyyələri görsənməyən səviyyələrdir. Bu səviyyələr görsənməyən səviyyələri görmür çoxsu. Bax bu görsənməyən səviyyələrdir market makerlər ki, hansı ki çoxları bunu görmür. Bax görsənməyən səviyyələrdir. Bu tutalım ki, bari riski sıçrayış versəydi, burada hamı stopun qoyacaqdı, düzdürmü? Burada stop oldu. İndi bilməyəcəkdin haradan dönə bilər. Amma mənim metodumla işləyən insan artıq buralardan dönüşün gözləyəcəkdi. Bu görsənməyən səviyyələrdir. Bu demək deyil, siz burada elə bir nəyisə oxşada bilərsiniz. Yox, bu o deyil, bu başqa bir metoddur. Ona görə 1% insanlar, gözüm, hər bir, bunu sən görürsənsə, buranı sən görürsənsə, bunu market maker də görür, bunu hamı görür, 5 ilin traderi də görür, 10 ilin traderi də görür, 5 ay traderi də görür bunu. Və stopları gətirib hamı buradan yerləşdirir. Amma gəl ki, buradan qalxış verdi. Hamı bunu trend və xəttə oxşaya gəlin belə deyə də, burada əgər trenddirsə, necə bu trend ola bilər ki, burada nə qədər keçib bunu, burada keçib, nə oldu bu trend olardı da? Yox. Bu trend xəttlərə oxşadacaqsınız. Bax fikir verin ki, əgər burada gələcəkdə gəlib bura çatacaqsa, fikir verin. Baba gətirib bura çatdı, görürsünüzmü? Buradan dönüşü gözləyəcək. Amma bu bura gələnə kimi çoxları stopların burada stop oldular, bura qoyacaqlar, stop oldular, bura qoyacaqlar, stop oldular. Amma gəlib buraca çatıb düşüş verəcək. Sonra deyəcəklər ki, bu buna uyğundur. Düzdür də bu qrafikə hələ 100 cürə görə bilər. Eyni yerdə biri burada market maker pozisiya yığımını görür. Bu səviyyədə market maker pozisiya yığırdı. Uzun müddət riski birdən-birə düşüşün verdi. İndi isə görüm icazə versələr, mən onların screenshotlarını paylaşacağım dostlar. Açdıqları əməliyyatda nə qədər plusdadılar, nə qədər minusdadılar. Xahiş edəcəm onlardan göndərsinlər və onu paylaşacağım sizlərə. Çünki mən xoşlamıram çox paylaşım. Siz nəticələri başqalarının kimi burada mən yəni açmamışam ki, durub kimisə şirinlikləndireyim, kimisə nə bilim mən böyük balansları göstərdim və yaxud da nə göstərdim ki, hələ iliş bir gərginə. Yox, onu mən xoşlamıram. Mənim metodumu öyrənən insana deyirəm ki, məşq elə, 1 ay məşq elə, 2 ay məşq elə, əlin yatınca, öyrəşincə, 1 həftə məşq elə, fərq yoxdur, 5 gün məşq elə, əlin yatsın, öyrəş, sonra başla riya. Çünki mən onları referral linkimə salmıram dostlar, referral linkimə salmıram ki, mənim maraqlı deyil ki, o balansın 5 manat artıdır, yoxsa 10 manat artıdır. Çünki mənim referral linkimdə deyil, məndə bir maraq var ki, o insan disiplinli olsun, o insan bu metodla işləsin və xeyrin götür. Maraq odur məndə. Maraqdan əlavə, əgər mən bu məlumatı verirəmsə insana, insan bu məlumatı qorusun, saxlasın, boş-boşuna yanaşmasın bu məlumatda. Yəni, maraq deyəndə, belə baxanda maraq deyil, sadəcə mənim xasiyyətim elədir dostlar. Ciddi yanaşsın. Təsəvvür ki, buranı qırdı, yaxşı, buradan stopu gəldi, buradan keçdi, bura dəydi. Bura heç kim görməyəcəkdi. Sən dəstək və müqaviməti atsan, görürsünüzmü? Tam ki, dəstək və burada trend xətti atsan, heç bura gəlib, bunu da keçəcək, trend xətti də keçəcək. Amma görsənməyən məqamlar var. Onu hər adam görə bilmir. Bunu da hər adam bilmir. Başa düşürsünüzmü?
İndi görün bu videonun axırında mən yerləşdirəcəm inşallah görün. Və bir də sizə bir məqam çatdırım. Bəziləri o vaxtda mən 4-5 nəfərə köməklik eləmişdim. Daha ki 10 nəfərə yaxın insanlara köməklik eləmişdim. Gəlmişdilər yanıma xay, mən falan yerdə baxdım, canlıyı balansım getdi. Falan kəs nə bilim çox açırdı. Əməliyyatları mən də açdım, balans dözmədi, patladı. Axırıncı $50 qalıb, nə bilim $100 gəlib Telegrama yazılan. Mən ona görə qoymamışam ki, gəlib belə şeylər. O vaxt insanlara köməklik eləmişdim. 4-5 dənə yerlər vermişdim. Demişdim ki, get burada bu 20-30 pips plus minusla, yəni 20-30 pips əməliyyata girərsən filan nöqtələrə çatanda gedib girərsən əməliyyata və insanlar gedib onu eləmişdi, xeyrini tutmuşdu, qazanmışdılar. Demişdim hardasa təqribən nə qədər TP saxla, neynə və s. onları mən o vaxtda demişdim insanlara Telegramda. Və bu insanlar da təsəvvür axırıncı ümidləri $50-dan daşı mənə müraciət eləmişdilər. $50 və o $50 gedib 400-500 də eləyən olmuşdu. Yəni mənim dediyim çotki yerlərdən girir, çotki yerlərəcə birinci, ikinci, üçüncü tipi müəyyən hissədə əməliyyatımı 2 falan yerdə 2 dənə açacaqsan, falan yerdə nöqtədə 3 dənə açacaqsan. Yəni belə deyim də şablon vermişdim onlara. O insanlar gedib həmən şablonlarda limitlər qoymuşdular. Limitlər, buy limit, sell limit, stopuna kimi qoymuşdular, sayına kimi qoymuşdular. Təsəvvür və gecə yatıb səhər durub görə ki, limitləri yerinə yetirildi. Söhbət ondan gedir ki, söhbət onu. Yəni mən hamıya bu köməklik edə bilməyəcəm. İndi dedim mənim yanıma gəliblər ki, falan yerə baxdım, nə bilim, falan şey elədim. Həmən adam nə bilim getdiklik oldu. İndi köməklik elə axırıncı nə bilim $50'dır, axırıncı nə bilim $150'dır kömək elə. Mən sizin üçün köməklik deyəndə ki, necə köməklik edə bilərəm? Sifariş bloklarının məsələn mənim işləmim sistemində 4 hissədən ibarətdir. Onun bir hissəsi sifariş bloklarıdır. Həmən o sifariş bloklarını mən paylaşmışam. Yəni Telegram qrupda da, YouTube'umuzda da, üstəlik TikTok'da da 6 hissədir sifariş bloklarını paylaşmışam. Ona kimi mən grafikin analiz metodunu, ən sadə üsulu dəfələrlə olubsa paylaşmışam. Ən sadə mənim metodum deyil o analiz. Prosta ən sadə üsulun. Onun içindəki bir dənə mənim metodu bu sifariş blokudur. Əlavə eləmişəm. Qalan ikinci bir hissəsini isə mən VIP qrupda olanlar üçün paylaşmışam. VIP qrupda olanlar baxır. 2 dənə videodur. 2 saatlıq təqribən. 1 saat nə qədər belə deyə hərəsi də 3 saat eləyib ümumi. 2 dənə videoda qəşəng izah eləyib başa sal. Sonra ondan əlavə yerdə qalan 2 dənəsini sən artıq o gün mənim kursumu alan insanlardır. Alan insanlar mənim kursumu 14'ü də var içində. Prosta əlavə 1-2 dənə oradadır. Yəni belə deyə mən həm sizin fikirlərinizi baxıram, oxuyuram, düşünürəm və s. Məsələn çoxları dedi ki 1000 çox bağadır və s. yazırdınız. Mən onu endirdim ki, ancaq qrupda olanlara məsəl üçün 500, ona kimi də sizi fikirləşdim. Yəni pul xəstəsi deyiləm mən dostlar. Yəni belə deyim. Lazım gəldikdə deyirsiz kömək. Çox insanlar mən o vaxt köməklik eləmişəm. Çoxsunu eləmişəm. Prosta onların çoxsunu mən ictimailəşdirməmişəm, göstərməmişəm. Yəni deməmişəm ki, insanlar utanmasın, eləməsin ki, mən filan kəsə köməklik elədim, mən kəsə köməklik elədim. Bu ikinci onun icazəsi olmadan mən onu köməklik eləyib belə təşəkkür yazmağın şəxsi də mənə. Onu mən paylaşa da bilmərəm. İnsandır bu bir. Amma xahiş edirəm da gəlməyin mənim yanıma, deməyim. Filan kəs mənə dedi ki, bəs o vaxt sən köməklə gələdin, $50 eləmişdi, $400. Limitlərlə vermişdin əməliyyatları. Xahiş edirəm mənə deyə axırıncı 100'ümdür, axırıncı 50'imdir, axırıncı 20'imdir. Dəcə bir dəfə insan $10 gəldi, məndən xahiş elədi. 5 gündə xahiş edirdi ki, olan qalan əlimdə $10 var. 300'ə yaxını mən itirmişəm. Mənim elə o dərəcədə yazığım gəldi ki, belə pis mənada yox, yaxşı mənada. Yəni o insana mən köməklik elədim, dedim filan yerlərdir, filan şey. 3 gün mən ona köməklik elədim, o gətirdi onu gətirdi elədim. Yəni harasa 400'ə yaxın. Mən siqnal verməyə xoşlamıram dostlar.
Əgər siz baxmaq istəyirsinizsə, kimisə canlısına baxmaq, xarici blogerlər var, canlı açır, onlar stop qoyur, izah eləyir, başa salır da mənim strategiyamda deyəni çəkilmir, nə bilim, buradan sel verib demir nəyə görə, demir, gizlətmir, nə bilim, səssiz oturmur ki, burada birdən düzgün getməsə deməsinlər ki, mən ipraf çıxdım. Yəni düzgün çıxmadım. O izah verir, açıqlamasını verir. Ən azından da başa düşməsəz, o insanlar əməliyyatlarını stopla görür. O qoyun 5 lotdan, sən qoy 0.1 lotla. Yenə də onlara etibar yoxdur, belə deyil. Yenə də etibar da olmasa insan izah eləyir, başa salır ki, buradan girirəm və tepəsinin yerini deyir, canlı da aparsa, ətraflı izah eləyir insanlardır. Ona görə o insanların canlısında gəlib 200, 300, 400, 500, 600 nəfər oturur. Düzün 200 nəfər oturur. 200 nəfər elə belə bambılı kimi oturmur orada. 200 nəfər maraqlıdır ki, o niyə buradan sel verdi? Yəni, deyir ki, buradan sel verdim filan şeyə görə. Görürəm ki, artıq, məsələn, sifariş blokuna çatdı. Buradakı likvidliyi götürdü. Tam indi sadə üsuluna daşındı. Və buna görə də mən buradan sel verirəm, dostlar. Və gözlədiyim yerlər də tutalım ki, birinci tepim buradır, ikinci tepim və s. üçüncü tepim. Fərq etmir. Yəni, bu insan analizin qrafikdə bəzən göstərir. Göstərməsə də ən azından izah edir. Və girən insan da bildiyi stopu qoy günə. Stopsuz əməliyyatlar açmırlar. O qədər insanlar var ki, məsələn, xaricdə səhər axşam trade eləyir, stopla trade eləyir. Var eləncə insanlar stopsuz əməliyyat açmır. Prosta bir dənə şey var ki, o itirdisə, sən də itirəcəksən. Açdığın loto uyğundur. Qazanacaqsa, sən də qazanacaqsan. Yenə də o insan, yəni, stabil, disiplinli sayılır. Əgər sən stopsuz əməliyyat açırsansa, o disiplin pozulmuş sayılır. Disiplin yoxdur burada. Əgər sən tutalım ki, başlamamışdan əvvəl canlını və yaxud da nəyəsə, kiməsə deyirsən ki, stopla əməliyyatlar olacaq və yaxud da danışırsan ki, məsələn, xaricilər var, o bəzi şeylər mən başa düşürdüm. Məsələn, deyirdilər ki, bizim əməliyyatda stopdur. Əməliyyatlarımız, məsələn, $10 minimal. Oradakı 100 piplik stopumuz ki, hər bir girdin əməliyyatı 100 pip. Özü də qoyurdu stopu, girən görürdü, hə, o yeri görürdü, orada qoyurdu stopu. Yəni, belə xarici blogerlər çoxdur. Gedib oturub 300, 400, 500 adamlar oturub, onun canlılarla da qazananlar var. O itirəndə bunlar da itirir, o qazananda bunlar. Prosta bir balaca stabilliyi qoruyasan, səbri qoruyasan, görməmişlik eləməyəsən. Belə bir məqam var, yəni. Ona görə dəfələrlə mən olub ki, 2 nəfərə demişəm, get ki, filan canlıya baxınca, get bu 2 insanın canlısına bax, otur bu 2 insanın canlısına bax, bir həftə bax gör neyini, sonra da minimal lotla başlayırlar, stopun qoyursan da stopu qoy, filan yerdən əməliyyat açırır, prosta dili də başa düşməsən, görürsən daha, o daji 0.02-ni eləyəcək deyəni orada dəyişirir 0.2, ona kimi yəni ekranda görsədir ki, mən yəni lotu qaldıram 0.2, sən də onunla bərabər 0.2 qoysan və gözləyirsən, tutalım ki, o hardan vırdısa, dili başa düşmürsən, tutalım ki, buradan tıp vurdu bay, sən də avtomatik bay vurdun buradan, bildin mi? Sən ki, hazır olsa həmən şeyə. Hazır ol da, bilmirsən ki, o hansı lotla açacaq, nə vaxt dəyişəcək, nə vaxt əməliyyat açacaq, o heç neçə dənə əməliyyat açacaq, onu da bilmirsən. Ən azından İngilizcə 2 deyir, nə bilim 5 deyir, necə bir təbə, ya da açanda görsən bir dənə açdı, sonra 2 dənə və s. Yəni, bizim dili başa düşənlər daşı İngilis dili, onlara rahatdır biraz gedib oturmaq elə bir canlılarda. Ona görə onların telegram qruplarında minlərlə insanlar gəlir, minlərlə. Başa düşürlər o nə eləmək istəyir, nə iş görmək istəyir, necə görmək istəyir. Anlayırlar. İnsan kimdən münasibət qurar? Bir oturum fikirləşin. Kimsə açır, dəfələrlə olub canlılarda. Açırlar, sakit otururlar. Özüm üçün trade eləyirəm. Trade eləyirsən, sonra da deyirlər canlıma niyə adam gəlmir? Gəlməyəcək də. Kiminə səs gəlmir, bir şey eləmir, fikir paylaşılmır, bölüşülmür, danışılmır, niyə belə olur? Bazar niyə gedir? Bazar hər tərəfə gedə bilər? Niyə sel verə bilər? İnsanın öz fikri insan. Hamı gedir, harda oturur? Danışan insan, izah eləyən insan. 70%, 80% insanın profiti var. İnsan izah eləyir, martingale az istifadə eləyir. Əgər istifadə eləyəcəksə deyir, insanlara riskin izah eləyir ki, belə elədir. Bu insan gedir, danışan insanın yanında oturur. Sən belə deyim də, susub danışmayan insanla adicə bir iş yerində münasibət qurasan mı? Səhər axşamızın gəzir ortalıqda danışmır heç nə. Neyəcəksən? Olmasa da belə.
Sən o insana yaxın durmayacaqsan. Sən hansı insan danışır, o insanla danışacaqsan. Çünki onu başa düşəcəksən, onun fikrini anlayacaqsan. O sənə nəsə bir izah verəcək, nəsə bir danışacaq. Adicə işdə də lap nəsə işdən qıraq mövzu danışacaqsa belə. O insanlarla münasibət. Ona görə elə insanların canlısında gəlib çox insanlar oturur. Mənim adicə metodumla 2 ildir, 3 ildir, 4 ildir insanlar çalışırdılar, heç nə eləmirdilər tradingdə. Gəlib eləyirlər. Qaldı ki, yeni tələbələr nə bilim qazana bilmir və s. belə elə. Yeni tələbələrin də paylaşacağam mən. İndi onlardan götürüb onları da paylaşacağım. Özünüz oturub hesablayasınız. Görəsiniz ki, 2930 necə plusda olurlar. Və bir gün içində balansını itirmirlər. Hər bir şey insana başa salır. Disiplinli barədə, psixologiya barədə, səbir barədə və s. hamısı. Birinci də məşq. Hamıya deyirəm məşq. Çünki idmançı yarışa çıxmamışdan əvvəl məşq eləyir. Məşq eləmə idmançını ringdə 2 dənə vurub aşırdırlar. Ki o məşq eləməyib. Məşq eləyib, sonra çıxır yarışlara. Hələlik dostum.